Salam əziz dostlar, xoş gördük bir daha. Bugün Azərbaycanda günəşli saatlar və istiliyin və rütubətin paylanması ilə bağlı 15 sualdan ibarət olan bir sınaq izah Başlayaq birinci sualımıza. Sınaq sualının birincisi belədir. Azərbaycanda il ərzində yağıntıların düşməsinə daha çox hansı okeanlar üzərində formalaşan hava kütlələri təsir göstərir? Azərbaycan ərazisi bildiyiniz kimi düzdür Asiyada olsa da Asiyanın qərb hissəsinə daha çox yaxındır. Yəni Cənub-Qərbi Asiya regionuna aiddir. O səbəbdən Sakit Okeandan çox uzaqda yerləşir. Hind Okeanından da gələn hava kütlələrinin qarşısını dağlar kəsə bilir. Bu səbəbdən Azərbaycanda nə Hind, nə də Sakit Okeanın təsiri mövcud deyil. O səbəbdən demək okeanlar olan variantları çıxırıq. Hind Okeanı harda varsa çıxırıq. Cənub Okeanı ümumiyyətlə Antarktida ətrafındadır. Bizlə qətiyyən əlaqəsi ola bilməz. Demək, Cənub Okeanı olan variantları çıxırıq. Qaldı bizdə Şimal Buzlu və Atlantik Okean ki, Şimal Buzlu Okean şimal hissədə yerləşən ərazilər əslən düzənliklərdir və dağlar mövcudsa adətən meridianal istiqamətdədir Ural dağları. O səbəbdən Şimal Buzlu Okean hava kütlələri Avrasiyanın mərkəzi hissəsinə qədər təsir göstərir. Düzdür, bizim şimalımızda Qafqaz dağları var. Həmin dağlar gələn hava kütlələrinin qarşısını kəssə də onlar Xəzər dənizi üzərindən fırlanaraq Azərbaycanın digər hissələrinə daxil olur. Eyni zamanda Böyük Qafqazın şimal-şərq hissəsində yerləşən ərazilərimizə də təsir göstərir. Yəni, Şimal Buzlu Okeanı bildik. Bir də Atlantik Okean bizdə əsasən şimalda, qərbdən, demək, Avropa üzərindən keçirək Azərbaycana daxil olur. O səbəbdən cavabımız hansı olacaq? Demək, D variantı hansı ki bizim, demək, həmin variantda Şimal Buzlu Okean və Atlantik Okeanı qeyd olunub. Keçək indi ikinci sualımıza. Verilmiş iqlim diaqramının aid olduğu şəhər və müvafiq iqlim tipini seçin. Gördüyünüz kimi burada havanın temperaturu 14 dərəcədir. Deməli, isti ərazidir, düzən ərazidir. Ki, 10 Selsidən yuxarı olan ərazilər orta demək, temperatur göstərisi 10 Selsidən yuxarı olan ərazilər istidir. Və yağıntıların əsasən miqdarı ilin soyuq dövründə düşüb. İlin isti dövründə yağıntının miqdarı azalıb. Burada mavi diaqramlardan görə bilərik. Mavi sütunlardan. Və yağıntının göstəricisi isə 1402-dir. Təbii ki, bu 1402 Respublikamızın Lənkəran ərazisi üçün səciyyəvidir. Gördüyünüz kimi yay quraq keçib və yağıntı az düşüb, qış yağıntılıdır. Demək, qışı quraq keçən verilib, təbii ki, bu yanlışdır. Yay quraq keçən mülayim isti iqlimdir. Cavabımız D variantıdır ki, bu iqlim diaqramını əzbər yadınızda saxlamalısınız. Bu Respublikamızın cənub bölgəsi üçün səciyyəvi olan bir iqlim diaqramıdır. Sonra A məntəqəsindən B məntəqəsi istiqamətində yayılan iqlim tipləri. Bu sual biraz tam düşməyib deyə biz onu biraz qeyd eləyə bilməyəcəyik. Məsələn, bu istiqamətdə yayılmayıb, yayı quraq keçən soyuq iqlim, çünki o Naxçıvan ərazisindədir. Əgər bu sualda dəyişiklik eləsək, məsələn, bu tipdə düzəldə bilərik ki, məsələn, A-dan B-yə doğru hansı iqlim yarım tipinə rast gəlinmir? Yəni, belə eləyə bilərik. Onda cavabımız yayı quraq keçən soyuq iqlim tipini götürə bilərik. Çünki Respublikamızın dağlıq ərazilərində adətən qışı quraq keçəndirsə, Naxçıvanda yayı quraq keçəndir. Az miqdarda Talış dağlarında da rast gəlinir. Amma dediyim kimi, bu sualın tamamı düşməyib. İndi onu düzəliş eləmək lazımdır. Sonra keçək növbəti sualımıza. Sonra Azərbaycanda hava şəraitinin dəyişməsinə təsir göstərən hava kütlələri. Azərbaycanda hansı hava kütlələri təsir göstərmir ümumiyyətlə? İlk öncə ekvator görən kimi o dəqiqə çıxırıq. Ekvator. Antarktik təbii ki, bizim üzərimizə təsir göstərənməz, çünki bizdən çox uzaq məsafədə yerləşir. Musson küləkləri Avrasiyanın şərq, cənub-şərq və cənub hissəsinə təsir göstərir. Biz isə onun cənub-qərb hissəsindəyik. Yəni, Musson qərb hissələrə təsir göstərmir. Bu səbəbdən 3-də çıxdı. Demək, bizə arktik hava kütlələri, Şimal Buzlu Okean üzərində formalaşan hava kütlələri təsir göstərir. Aralıq dəniz üzərində formalaşan siklon təsir göstərir. Cənub siklonları yağıntı gətirir, küləkli hava şəraiti yaradır. Bir də yay aylarında xüsusilə daha çox üstünlük təşkil edən tropik hava kütlələrdir. Cavabımız 1-4-5 olacaq. 1-4-5. Tropik hava kütlələri yayda isti və quraq iqlim şəraiti yaradır. Əgər qış aylarında daxil olarsa, soyuq havanın mülayimləşməsinə səbəb olacaq. Keçək növbəti sualımıza. Növbəti sualımız demək bizim 5-ci sualdır. 5-ci sualda xəritə sxemindən istifadə edərək rayonlara düşən yağıntıların miqdarına görə çoxdan aza doğru sıralayın. Baxırıq, birincidə Kəlbəcər verilib. Kəlbəcərə çox yağıntı düşür. Sonra gəlir Xankəndi, bu da doğrudur. Sonra Şirvandır. Şirvan gördüyünüz kimi daha az yağıntı alır.
Amma sonra Şəki gəlir, Şəki daha çox yağıntı alır. O səbəbdən A variantı olanımız burada ardıcıllıq pozulub. Sonra baxırıq Gəncəyə. Gəncənin aldığı yağıntı 200 mm, 200-400 arası və sonra Kürdəmir eyni miqdarda yağıntı alır. Fərqləri o qədər də çox deyil, yəni. Şirvan və Lənkəran. Lənkəran ən çox da, halbuki ən aşağıda gəlib, ən axırda gəlib. Burada da isə suala baxırıq. Xəritə sxemində istifadə edərək rayonlara düşən yağıntıların miqdarına görə çoxdan aza doğru, deməli çox birinci gəlməlidir. O səbəbdən bu variant da ümumilikdə yanlışdır. Sonra baxırıq Qəbələ. Qəbələ rayonumuz demək çox yağıntı alıb. Ondan sonra Kəlbəcər rayonu gəlir. Kəlbəcər nisbətən ondan daha azdır. Sonra Xaçmaz gəlir. Xaçmaz nisbətən daha az. Ən aşağı yağıntı göstəricisi isə Bakıda gördüyünüz kimi rəng tonu daha açıqdır və orada yağıntının miqdarı 200 mm-dən də azdır. Yəni bu səbəbdən bizim cavabımız C variantı olmuş olub. Çünki burada ardıcıllığı gözlənilib. Gördüyünüz kimi Naxçıvan daha az yağıntı alır. Lənkəran ondan qabaqda olmalıydı. Şəki, Kəlbəcər, Cəlilabad, Şamaxı. Buradan baxırıq. Demək Şəki, Kəlbəcər əsasən bunlar bir-birinə yaxın göstəricilərə malikdir. Cəlilabad və Şamaxı rayonlarına baxsaq, yəni burada bəzi rayonların yağıntı göstəriciləri əsasən bir-birinə bərabərdir, yəni ardıcıllıq verilməyibdir. O səbəbdən bu variantı da silmiş olacağıq. Keçək 6-cı suala. Xəritədə Respublikamızın ərazisində daxil olan hava kütləsini və onun formalaşdırdığı uyğun hava şəraitini müəyyən edin. Bu cənub siklonudur. Aralıq dənizi üzərində formalaşır, gördüyünüz kimi. Demək, Aralıq dənizi üzəri demək, küləkli, yağıntılı hava şəraiti yaradır. Buna biz cənub siklonu deyirik. O zaman biz baxacağıq, cənub siklonu yağıntıların miqdarını artırır. B variantı Azərbaycana məhz demək daxil olur cənub-qərb tərəfdən. Sonra növbəti sualımız 7-ci sualdır. Azərbaycanın iqliminə aid olan doğru fikirləri müəyyən edin. Görək burada hansı doğru fikirlər var. Günəşli saatların illik miqdarı ən çox Arazboyu düzənliklərdə müşahidə olunur. Naxçıvan ərazisində düzdür. Çünki orada buludluq azdır. Sonra burada 2009 saata qədər günəşli saatlar miqdarı çıxa bilir. Sonra günəş radiasiyasının ən böyük qiyməti Talış dağlarında, ən az isə Qanı-Xəyiçək vadisində müşahidə olunur. Bu yanlış fikirdir. Talış dağlarında buludlu yerdir. Orada da günəşli saatların miqdarı azdır. Bu səbəbdən günəş radiasiyası miqdarı da az olur. Çünki buludlu yerlərdə günəşin qarşısını buludlar kəsir. O səbəbdən bu yanlış ifadə idi. Demək, 1 düzdür, 2 səhvdir. 1 düzdür, 2 səhvdirsə, deməli, 2 olan variantlar çıxırıq, 1 olan variantlar qalır. Naxçıvanda Arazboyu düzənliklərdə Respublikamızda ən kontinental Naxçıvanın Arazboyu düzənlikləri Respublikamızın ən kontinental ərazisi sayılır. Məsələn, Zulfa yayda çox isti, qışda çox soyuq olur. Bu doğru fikirdir. Həqiqətən də belədir. Əlverişsiz təbii şəraitə malikdir. Sonra Respublikamızda dağlıq ərazilərdən, demək, dağlıq ərazilərdə orta illik temperatur 10 selsidən yüksəkdir. Bu yanlışdır. Adətən dağlıq ərazilərdə temperatur 10 selsidən az olur. Demək, 4 olan variantları silsək, demək, bizim cavabımız B olacaq. Kontinental Arktik hava kütlələri Şimal Buzlu Okeanının donan dənizləri üzərində formalaşır. Bəli, kontinental donandı, dəniz Arktik isə demək, donmayan su obyektləri üzərində formalaşıb Azərbaycana daxil olur. O səbəbdən bizim cavabımız B variantı 1-3-5-dir. 6-ya baxaq, Orta Asiyadan Respublikamızda qışda daxil olan hava kütlələri temperaturun artmasına, yox, əksinə azalmasına səbəb olur. Çünki Orta Asiya hava kütlələri kontinentaldır. Kontinental, yəni materik daxili deməkdir. Kontinental sözünün mənası okeandan uzaq. Belə hava kütlələri adətən yayda buludsuz aydın hava olduğu üçün isti olur. Qış aylarında da yer səthi sürətli soyuyur. Çünki havada rütubət yoxdur, bulud yoxdur deyə yerdən ayrılan istiliyin qarşısını kəsən bir maneə yoxdur. O səbəbdən kontinental hava şəraiti yayda isti, qışda isə soyuq olur. Deməli, yayda daxil olasaydı istiləşdirərdi, qışda daxil olanda isə havanın soyuqlaşmasına səbəb olar. Burada isə əksi yazılıbdır. O səbəbdən altını da götürməyəcəyik. Keçək növbəti sualımıza. Növbəti sualımız 8-ci sual. İqlim diaqramlarına uyğun gələn əraziləri müəyyən edin. İqlim diaqramlarına baxsaq, birincisi yarım səhra ərazisidir. 247 Bakı üçün səciyyəvidir və temperatur 14,5-dir. Yağıntı isə 247 mm-dir. Yenə temperatur 14 dərəcədir. Yenə hava istidir, düzən ərazidir. Amma yağıntıların miqdarı 1402-dir. Bu Lənkəran şəhəri üçün səciyyəvidir. Lənkəran. Sonra isə 12,5 1036 mm. Bu da Balakən
Zaqatala bölgəsi üçün səciyyəvi bir iqlim diaqramıdır. Biz burada Zaqatalanı seçmiş olacağıq. Demək, baxaq. Bakı, Lənkəran və Zaqatala. Baxaq, birinci Abşeron yarımadası, bu doğrudur. İkincisi Kür-Araz, səhvdir, Lənkəran ərazisidir. B variantına baxaq, Şirvan düzü. Uyğun gəlir quraq iqlim baxımından, amma əsasən Bakının göstəricisidir. Bunlar üçü də quraqdır, bu da getdi. Bizə ikincisi və üçüncüsü yağıntılı ərazi lazımdır. Aznahur birincisi, Talış dağları, Zəngəzur silsiləsi. Yanlışdır, burada Zəngəzur silsiləsi deyil, Respublikamızın Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşən Qanı-Xəyirsay vadisinə aid olan diaqram verilib C variantında. D variantına baxaq, Abşeron yarımadası, Lənkəran və Qanı-Xəyirsay vadisi. Cavabımız D variantıdır. Məhz bu sualın cavabı. Keçək növbəti sualımıza. Növbəti sualımız belədir. 9-cu sual. Naxçıvanda Araz çayından Zəngəzur dağlarına doğru iqlim tiplərinin ardıcıllığı. Bizdə əsasən 4 dənə iqlim tipi var. Yarım səhra, quru çöl, sonra mülayim isti, soyuq və dağ tundra. Bu hündürlüyə doğrudur. Düzənlik ərazilər əksəriyyəti yarım səhra, quru çöldür, sonra mülayim isti, soyuq və dağ tundra iqlim gəlir. Azərbaycanın Naxçıvan arasında mülayim isti iqlim tipinə rast gəlinmir. Çünki Naxçıvan kontinentaldır. Hansı iqlim yarım tipinin axırı mülayim isti iqlimlə bitirsə, o Naxçıvanda yarana bilməz. Mülayim istiləri siləcəyik. Mülayim isti harda varsa siləcəyik. O istilər. Demək, cavabımız 2-3-dür. 2-3 hansı variantda öz əksini tapıb? C variantında öz əksini tapıb. Demək, Naxçıvanda iqlim tipləri belədir. Düzənliklərdə qışı quraq keçən, demək, daha doğrusu qışı soyuq keçən yarım səhra, quru çöl iqlimi, orta dağlıqda yayı quraq keçən soyuq iqlim və yüksək dağlıqda da dağ tundra iqlim tipidir Naxçıvan ərazisi üçün səciyyəvi. Sonra 10-cu sual, günəşli saatların illik miqdarının daha az olduğu ərazilər. Günəşli saatları harda azdır? Buludlu olan yerlərdə. Deməklə, Azərbaycanın dağlıq əraziləri və Şollar düzü ilə Lənkəran ovalığında buludluq çox olduğu üçün günəşli saatların miqdarı azdır. O səbəbdən bu variantı götürəcəyik. Burada məsələn Ceyhan düzü, Ceyrançöl səhvdir, Abşeron Qobustan səhvdir, sonra Ceyrançöl Aznahur səhvdir, Naxçıvan Arazboy düzənliklər səhvdir. Demək, bizdə buludlu olan yerlər Böyük Qafqaz, Kiçik Qafqaz və Şollar, Lənkəran ovalığı kimi ərazilərdir. Demək, burada günəşli saatların illik miqdarı azdır. Ona görə cavabımız A variantıdır. Sonra 11-ci sual. Mətndə hansı hava kütləsindən bəhs olunur? Baxırıq, Azor antisiklonu sahəsində formalaşmış Azərbaycana şimal-qərbdən daxil olan hava kütlələri il ərzində temperaturun azalmasına, yağıntının isə artmasına səbəb olur. Bilin ki, bu mülayim dəniz iqlimdir. Atlantik okean üzərində formalaşır. Avropa üzərindən keçərək Azərbaycana daxil olur və yağıntının miqdarının artmasına səbəb olur. Demək, bu olacaq mülayim dəniz hava kütlələri. Keçək növbəti sualımız 13-cü suala. Demək, 12-ci sual daha doğrusu. Külək gülü qrafikinə əsasən xəzri küləyin istiqamətini müəyyənləşdirir. Külək gülü bilirsiniz ki, müəyyən bir ərazidə hakim küləyin istiqamətini təyin etməyə imkan verir. Xəzri külək şimal-şərqdən əsdiyi üçün şimal-şərqdən. Demək, biz şimal-şərq istiqamətini iştiqləyəndə cavabımız B variantı olacaq. Əgər bizə gilavar küləyin istiqamətini soruşsaydı, demək, biz gilavarın istiqaməti olaraq A variantını qeyd edəcəkdik. Bizə hansı küləyi soruşur? Xəzri küləyi. Xəzri demək bizim B variantında göstərilmişdir. Keçək 13-cü sualımıza. Azərbaycanın aqroiqlim ehtiyatları yaxşı təmin olunmasının səbəbi kimi göstərilə bilər. Aqroiqlim ehtiyatları adətən günəş işığı və istiliyi əsas götürülür aqroiqlim ehtiyatlarında. Düzdür, başqa səbəblərdə, yəni başqa amillərdə, məhz kənd təsərrüfatında inkişafı təmin edən vasitələr kimi göstərilə bilər. Əsasən, orta temperatur göstəricilərinin 10 selsidən yuxarı olması əsas şərtdir. Yəni, günəş işığı və istiliyinin çox olması önəmlidir ki, bitkiçiliyi inkişaf edə bilsin. Bundan əlavə, məsələn, şaxtalı günlərin sayı nəzərə alınır, qarın qalınlığı və yerdə qalma müddəti. Çünki şaxtalı günlər çox olanda bitkilər məhv olur. Bu da aqroiqlim ehtiyatlarını məhdudlaşdırır. Və ya nazik qar örtüyü olsa, güclü şaxta torpağa təsir göstərir, bitkilər məhv olur. Qar qalın olanda torpağı soyuqdan mühafizə edir və tədricən əriyərək yeraltı sular zənginləşdirir. O səbəbdən quraq mövsümdə demək, həmin o qar sular hansı ki, yerin altına çökmüşdür, bitkilər ondan istifadə edir. Yəni, bu kimi bir də bitkilərin vegetasiya dövründə düşən yağıntının miqdarı önəmlidir. Amma ən önəmli səbəb
Günəş radiasiyasının çox olmasıdır ki, günəş işığı varsa, deməli bitkiciliyi inkişaf etdirmək mümkündür. Su olan yerlərdə dəmiyə şəraitində öz-özünə inkişaf edir. Quraq ərazilərdə isə bunu süni şəkildə suvarma yolu ilə, irriqasiya ilə inkişaf etdirmək olar. Günəş işığını süni yolla təmin etmək demək olar ki, mümkün deyil. Amma su çatışması onu təmin edə bilərik. Demək, günəş radiasiyasının çox olması aqroiqlim ehtiyatı ilə yaxşı təmin olunmamızın əsas səbəbi kimi göstərilməlidir. Sonra Azərbaycanda buxarlanmanı və mümkün buxarlanmanı artıran hava kütlələrinin müvafiq ardıcıllığı. Buxarlanma çoxdursa, demək havaya su daxil olub. Demək, o ərazi yağıntılı hava şəraitinə malik olduqda belə olur. Yəni, yerdə rütubət olduqda o buxarlana bilib, atmosferə qarışa bilər. Demək, bu mülayim hava kütlələri ki, Azərbaycana yağıntı gətirir və yağıntıdan sonra su buxarlanır, atmosferə daxil olur. Mümkün buxarlanma isə istiliyin təsiri ilə baş verən bir prosesdir ki, burada önəmli olan yerdə suyun olması deyil, burada suyu buxarlandırmaq üçün gücün, yəni günəş işığı və istiliyinin olmasıdır. Yəni havanın isti olması önəmli şərtdir ki, ən güclü buxarlanma qabiliyyəti, yəni mümkün buxarlanma qabiliyyəti tropiklərdədir və tropik hava kütlələri də bizə yay aylarında daxil olur. O səbəbdən demək, mülayim və tropik seçəcəyik. Deməli, buxarlanmanı təmin edən, yağıntı gətirən mülayim hava kütləsidir. Ancaq ən güclü buxarlanma qabiliyyəti isə tropik enliklərdə müşahidə olunduğu üçün yayda tropik daxil olur və bizdə də buxarlanma qabiliyyətini artırır. Yəni, bizdə suyun buxarlanması üçün əsas şərait, yəni yay aylarında yaranır, isti hava şəraiti. Cədvəldə verilənlərdən hansıların yerini dəyişsək, 15-ci sualda buyurur, uyğunluq gözlənilmiş olar. Baxırıq, humid iqlim. Humid rütubətlidir. Amma arid necə ərazidir? Quraqdır. O zaman baxırıq, Talış dağları rütubətlidir, doğru verilib. Demək, Qanı Xayriçay rütubətlidir, doğru verilib. Ceyrançol quraqdır. Deməli, 3 burada olmamalıdır. Baxırıq, arid. Harami düzü Araz çayı sahilindədir, quraq ərazidir. Araz çayı sahillərində yağıntı düşmür, çox az düşür. Aznahur quraq ərazidir. Demək, bunlar deyil, çünki bunlar arid iqlimdir. Burada yanlış olan hansı olacaq? 6 olacaq. Deməli, bunları seçməyəcəyik. Yəni, bunları seçməyəcəyik. Bunlar çünki düz verilib. Hər düzdür. Bizdə yanlış olan burada 3 ilə 6-dır. Demək, 3 ilə 6-nın yeri dəyişməlidir. Çünki Böyük Qafqaz dağları rütubətlidir. Ceyrançol isə quraq ərazidir. Demək, 3 ilə 6-nın yerini dəyişsək, demək, uyğunluq gözlənilmiş olacaq. Keçək, demək, növbəti sınağın izahına. Bu sınaq isə yekunlaşdı. Ümid edirəm ki, bu sınaqda sizin üçün çox faydalı olacaq. Hansı ki, Azərbaycan Respublikasının hava şəraiti, iqlim xüsusiyyətlərini daha yaxşı öyrənməkdə mütləq şəkildə bu sualların faydası olacaq. Hissə test toplusu işləyəndə də görəsiniz bunu, sınaqlara gedəndə də görəsiniz. O səbəbdən səbirlə izləyin və yorumlarda mütləq öz fikirlərinizi də qeyd eləməyi unutmayın. Biz sizin gözəl fikirlərinizi, dəyərli fikirlərinizi demək, böyük həvəslə oxuyuruq. Oldu dostlar, sağ olun. Növbəti sınaq izahında görüşərik.